Zaten bu idmana başlayandan məqsəd UFC-yə düşmək idi. UFC-yə düşmək üçün də yəni 99% deyərdim ki, orada olmalısan. Orada olmalısan. Yəni ki, göz qabağında, təlim məşq toplanışlarında. Onun üçün elə başladım MMA-yə Bakıda 2021-ci ildə. Amma ona qədər güləşdə idin. Ona qədər əvvəl sərbəst güləşlə məşğul olmuşam. 2021-də MMA-yə başlayandan sonra burada 1-2 dənə döyüşlər döyüşdüm. 2 dənə professional döyüş döyüşdüm. Sonra artıq baxdım ki, burada yəni liqa falan, bizdə liqada yoxdur. Döyüşlər falan yoxdur. Yəni var 1-2 dənə belə misal üçün mənim döyüşdüyümdə IFC-də döyüşmüşəm mən birinci burada. Yəni onlar da bir limitdir da. Yəni belə bir bizim beynəlxalq bir liqamız yoxdur Azərbaycandakı misalda. Ən azından Qazaxıstandakı kimi, Özbəkistandakı kimi onlarda var. Onlarda var. Hə, onlarda misal üçün bizdə də yaratmaq istəyirlər, ona doğru gedir. Hə, yaratsalar əla olar. Orada idmançılar ən azından təcrübələrini, rekordlarını artırırlar. Bizdə yoxdur və mən də döyüşmək məqsəd də UFC idi. Elə müəllimlərimlə məsləhətləşdim. Dedim gedirəm ora, siz də gələrsə. Gedirəm Zbora. Təlim məşq toplanışına elə getdim ora.